Bugün sizlərə gördüyünüz bu kitabdan bir sualın izahını verəcəm. Gəlin vaxt itirmədən sualımıza baxaq. Sualımız gördüyünüz kimi 41 nömrəli sualdır. Deyir, bakteriyaların sayının zamandan asılı qrafikinə əsasən doğru olmayan variantları seçin. Deməli, bakteriyaların zamandan asılı olaraq sayını veribdir və buna aid ifadələri oxumalıyıq. Hansı yanlışdır, onu seçməliyik. T1, T2 zaman aralığında əmələ gələn bakteriyaların sayı məhv olan bakteriyaların sayına bərabərdir. T1, T2 aralığı. T1, T2 aralığında gördüyünüz kimi bakteriyaların sayı sabitdir. Sabitdir o deməkdir ki, ölənlərin sayı yeni əmələ gələnlərin sayına bərabər olduğuna görə nə artım, nə də azalma müşahidə edilməyib. Ona görə A variantı doğrudur. Sonra B variantı 0-T1 aralığında müddətində 6 bakteriya bölünməyə məruz qalmışdır. Burada görürsünüz ki, 0-T1 aralığında 2 bakteriyadan 4 əmələ gəlib. Burada təbii ki, 2 bakteriya bölünməyə məruz qalır ki, 4 əmələ gəlir. Ona görə yanlış B variantıdır. Amma hər ehtimala qarşı digər variantları da oxuyaq. C-də deyir ki, C3-dən C4 aralığında mühit şəraiti əlverişli olmamışdır. Birincisi T3-dən T4-ə, T3-dən T4-ə fikir verirsinizsə bakteriyaların sayı azalıb. Bakteriyaların sayı azalıbsa mühit əlverişsiz olub ki, sayı azalıb. Bu da doğrudur. D variantında T2, T3 aralığında bakteriyaların sayı 2 dəfə artıb. T2, T3 aralığında fikir verirsinizsə bakteriyanın sayı 4-dən 8-ə qalxıb 2 dəfə artıb. Bu da doğrudur. Y variantında isə qeyd edir ki, T2-dən T3 zaman aralığında mühit şəraiti bakteriyalar üçün əlverişli olub. T2-dən T3-ə fikir verirsinizsə say artıbdır. Say artıbsa mühit əlverişli olub. Bu da doğrudur. Cavabımız B variantı olacaq.